Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in. Emmə ba'd. Selamu aleykum ve rahmetullahi ve berekatuhu. Qüsul almağın qaydasını qeyd edim. Çünki bunu həm çox soruşurlar, həm də müxtəlif cür eşidənlər olub deyə. Ona görə istədim bir dəfəli qeyd edim ki, ola bilsin Allah Teala eşidənlər üçün faydalı etsin. Qüsulun alınma qaydasını izah etməmişdən qabaq qeyd edim ki, insan qüsulu ya cənabət üçün alır, ya cənabət və cümə üçün niyyət edir. Yəni ikisini də bir yerdə alır, ya da tək cümə üçün alır. Yəni bunun 3 halı var. İndi izah edəcəm, inşallah aydın olacaq. Yəni əgər insan cümə günü sübh namazından sonra, sübh namazından sonra cünublu hala düşərsə, bu zaman ikisinə də niyyət edir və bir dəfə qüsul almaqla həm cənabətdən qalxmış olur, həm də cümə qüsulu hasıl olur. Aydın oldu? Yəni hər iki qüsulu niyyət edir, yəni həm cənabəti, həm də cüməni niyyət edir və girib bir dəfə qüsul almaqla artıq hər ikisini ödəmiş olur. Və həm də hər ikisinin savabını alır. Yoxsa bəzi insanlar 2 dəfə alırlar, yəni ayrılırlar. Yəni həm cənabət üçün alır, çıxır və sonra cümə üçün alır. Bu səhvdir. Belə eləmək olmaz. Bir dəfə qüsul alırsan, lakin ikisini də niyyət edirsən və beləliklə hər ikisini ödəmiş sayılırsan və hər ikisinin savabını alırsan. Yox, əgər cümə günü cənabətli halda olarsansa, və tək cümə qüsulu üçün niyyət edib, girib cümə qüsulu alarsansa, bu zaman cənabət qüsulunu ödəmiş olmursan. Aydın oldu? Niyə olmursan? Çünki cümə qüsulunu cənabətli halda olmasan da almaq olar. Cənabətli halda olmasa və hətta dəstəmazın da var. Lakin cüməyə getmək istəyirsən və bu zaman cümə qüsulu niyyət edirsən və qüsul alırsan. Amma cənabət qüsulu sənə ona görə lazımdır ki, hədəs halından çıxasan. Nədir bu hədəs halı, əziz müsəlmanlar? Hədəs, yəni sən o haldasan ki, ibadət edə bilmirsən. Boynunda qüsul var. Bax, bu adlanır hədəs halı. Bu hədəs halından çıxmaq üçün mütləq niyyət olmalıdır. Aydındır? Yəni, niyyət olmalıdır ki, sən qüsul alanda səni o haldan çıxartsın o niyyət. Aydın oldu? Deməli, əgər cümə günü cənabətli halda olsan və tək cümə qüsulu üçün girib cümə qüsulu alsan, bu zaman cənabət halından çıxmış olmursan. Çünki bunun üçün xüsusi niyyət olmalıdır. Niyyət olmalıdır ki, cənabət qüsulunu qaldırsın. Aydın oldu? Və xülasə, əgər cümə günü cənabət halında olsan, həm cənabət üçün niyyət edib, həm də cümə namazı üçün niyyət edib, girib qüsul alsan, artıq hər ikisini ödəmiş sayılırsan. Yəni, ayrı-ayrı almaq lazım deyil. Amma tək cümə qüsulu üçün niyyət edib, çimsən, cənabət halına çıxılmış olmursan. Sonra, cənabət qüsulundan sonra dəstəmaz alınırmı sualı? Cavab odur ki, cənabət qüsulundan sonra dəstəmaz almaq lazım deyil, əziz müsəlmanlar. Cənabət qüsulu dəstəmazı qaldırır. Aydındır? Yaxşı, cümə qüsulundan sonra dəstəmaz almaq lazımdırmı sualı? Cavab, bəli. Niyə? Çünki sən cümə qüsulunu hədəsdən qalxmağın üçün almırsan axı. Aydın oldu? Yəni, cümə qüsulunu cümə namazına təmizlənmək üçün alırsan. Yəni, yaxşı təmiz olmaq üçün alırsan. Yəni, səndən pisi gəlməsin. Yəni, təmiz olasan deyə qüsul alırsan. Ona görə də bundan sonra dəstəmaz mütləq almalısan sən. Hansından sonra dəstəmaz almırsan? Yalnız cənabət qüsulundan sonra dəstəmaz alınmır. Və bir də qadınlar heyz və nifas qüsulundan sonra dəstəmaz almırlar. Çünki o qüsul hədəsdən qalxmaq üçündür. Və sən cənabət halı üçün qüsul alırsansa, böyük hədəsdən qalxmış sayılırsan artıq. Və böyük hədəsdən qalxdıqda da artıq kiçik hədəsdən, yəni dəstəmazsızlıqdan qalxmış sayılırsan.
Yəni cənabət qüsulundan sonra dəstəmaz almağa ehtiyac qalmır artıq. Amma cümə qüsulundan sonra dəstəmaz almağa ehtiyac var və səbəbini də izah etdim. Yaxşı, biri sual versə ki, cümə qüsulu alanda içində dəstəmazla niyyət etmişəmsə, onda bəs. Yəni cümə qüsulu alanda içərisində dəstəmazla niyyət etmişəm. Bu zaman cümə qüsulundan sonra dəstəmazlı sayılırammı? Sualı. Cavab xeyr, yenə sayılmırsan. Niyə sayılmırsan? Dəstəmaz üçün niyyət etsən də yenə dəstəmazlı sayılmırsan. Çünki dəstəmazda tərtibat vacibdir, əziz müsəlmanlar. Yəni o üzvləri ardıcıl yumaq vacibdir. Yəni dəstəmazlı tərtibatla almamısan deyə dəstəmaz sayılmır. Ona görə hətta niyyətin də olsa, yenə də çıxanda, yəni cümə qüsulundan çıxandan sonra dəstəmaz almaq lazımdır, almalısan. Və sonra, yəni sonda cənabət qüsulu almağın qaydasını izah edim inşallah. Cənabət qüsulu almağın iki cür variantı var, əziz müsəlman. Yəni əgər insan cənabət halındadırsa, necə qüsul alınır? Bunun iki variantı var. Yəni bu olur iki cür. Birinci variant odur ki, birinci hal odur ki, niyyət edirsən, niyyət və bədəninin hər yerinə su dəyməklə, ağız və burun daxil olmaqla, hər yerə su çatdırmaqla qüsul almış sayılırsan. Vəssalam. Yəni bu ən asan və bəs edən variantıdır. Bura lazımdır iki şey. Bir, niyyət lazımdır. Bir də əmin olmalısan ki, bədəninin hər yerinə su çatıb. Aydın oldu? Yəni, misal, niyyət etdin ki, cənabət halına çıxmaq üçün qüsul alırsan. Dənizə atlandın və ya hovuza. Hovuza atlandın və çıxdın və yəqin oldun ki, bədəninin hər yerinə su dəyib. Ağız burun daxil olmaqla. Artıq cənabət qüsulu almış sayılırsan. Yəni, bura lazım iki dənə şey. Niyyət və bədəninin hər yerinə suyun çatmasına əmin olmağın. Aydın oldu və bu ən asan və bəs edən variantıdır. İkinci variant isə odur ki, kamil qüsul. Bu adlanır kamil alınan qüsul. Necə olur bu, əziz müsəlmanlar? Yəni bu əfsəldir, yəni kamil qüsul almaq əfsəldir. Lakin kim birinci variantda alsa, onun qüsulu səhiydir. Lakin kamil qüsul almaq daha əfsəldir. Necə alırlar onu? İlk növbədə, yəni qüsul almağa başlayarkən, yəni bismillah deyirsən, sonra 3 dəfə əlləri yuyursan, 3 dəfə, yəni dəstəmaz alanda əvvəl, yəni əllər 3 dəfə yuyulduğu kimi, eyni formada 3 dəfə əllər yuyulur. Sonra övrət yeri yuyulur, yəni qabaq və arxa. Və sonra sabunla əlləri təmiz yuyursan. Sabunla əlləri yuyursan nə üçün? Yəni insan övrət yerini yuyandan sonra yəni, əl təmiz olmaq üçün, yəni indi o vaxt Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında əli yerə və torpağa vurub yuyurdular ki, çünki övrət yerini yuyanda, yəni yuyandan sonra ola bilsin nəcis qalsın əldə və yəni çirk olsun əl. Ona görə yəni torpaqla yuyurdular ki, təmiz itsin o. Amma indi buna ehtiyac yoxdur. Yəni indi rahatdır, yəni sabunla və ya şampunla yuyursan və əli yuduqdan sonra dəstəmaz alırsan, əziz müsəlmanlar. Dəstəmaz alırkən, lakin axırda ayaqlarını yumursan, saxlayırsan. Yəni, dəstəmaz aldın, ayaqlarını saxladın. Və lakin bəzi alimlər qeyd edir ki, ayaqlar da yuyulur. Yəni, dəstəmaz tam alınır. Aydındır? Lakin bəzi alimlər qeyd edir ki, alınmır. Hətta bəzi alimlər təfsilata varıb. Qeyd edirlər ki, əgər qüsul aldığın yer təmizdirsə, məsələn, indiki hamamlar kimi, misal üçün, indi kafeldir, yəni, indiki hamamlar təmiz olduğu üçün, yəni, əgər təmizdirsə, bu zaman ayaqlar da yuyulur. Yox, əgər yer təmiz deyilsə, yəni, torpaqdırsa və s. ayaqlar saxlanılır axıra. Və bu cür təfsilata varıblar, bəzi alimlər. Yəni, hər kim, yəni, xülasə odur ki, hər kim ayaqlarını yumasa, saxlasa, o, yəni, düz etmiş olur. Və hər kim də yusa, o da, yəni, haqqı isabət edib. Yəni, çünki hər ikisi var. Lakin Allahu ələm, mənə daha yaxın olanı, yəni, daha yaxın, racih gördüyüm rəy odur ki, ayaqlar da yuyulur. Yəni, tam şəkildə dəstəmaz alınır. Yəni, tam dəstəmaz aldın, ayaqları da
yəni yudun və sonra nə edirsən? Başdan 3 dəfə su tökürsən. 3 dəfə yəni su tökülür. Necə ki bu Ayşə radiyallahu anhənin hədisində varid olub. Başından 3 dəfə su yəni 3 dəfə su tökürsən, yəni saçın yəni bu 3 dəfə şeydir, yəni saçın təmiz yuyulması üçün. Və sonra bədənin digər yerlərini yuyursan. Yəni əvvəl sağ tərəfdən və sonra əvvəl sağ tərəfdən başlayırsan və sonra sol. Yəni sol tərəfi. Lakin bədənin hər yerinə su çatdırmaq şərti ilə, yəni əllə bədənin hər yerini yumaqla hər yerə su çatır və bununla kamil qüsul hasil olur. Yəni başdan 3 dəfə su tökdün və sonra bədənivi yuyursan, bədəni yuyanda sağdan başlayırsan, sonra sol. Yəni burada heç nə, yəni kamil, yəni bəzi insanlar elə hesab edirlər ki, yəni kamil qüsul almaq çətindir. Bu heç də çətin deyil əziz müsəlmanlar. Yəni burada çətin heç nə yoxdur. Başdan su tökülür, sonra bədən yuyulur, əvvəl sağ tərəf, sonra sol tərəf, bütün cəsəd yuyulur. Əllə yumaq daha yaxşıdır ki, hətta tam biləsən ki, bədənin hər yerinə su çatıb. Yəni əllə belə bədəni sürtmək daha əfsəldir. Və bütün cəsəd yuyulur və bununla da kamil qüsul hasil olur. Və bu qısa xatırlama idi. Belə hesab edirəm ki, yəni izah edə bildim. Yəni və Allah təbaraka və təala istəyirəm ki, eşidənlər üçün faydalı etsin. Sadəcə olaraq bu mövzuda yəni suallar çox olduğu üçün daha çox soruşurlar deyə qeyd etdim və belə hesab edirəm ki, inşallah yəni aydın oldu. Yəni Allahdan istəyirəm ki, eşidənlər və qulaq asanlar üçün faydalı etsin. Və sallallahu alə nəbiyinə Muhammed və alə alihi və sahbihi ecmaîn.